izləyicilər, hər birinizi Xonçadan Söhbətlərin yeni bölümündə xoş gördük. Bugün həmişəki kimi Rəna xanımla birlikdəyik və bugünkü mövzumuz mənim ən sevdiyim mövzulardan biridir. Tək sənin deyil. Böyük ehtimalla dövrümüzdə hər kəsin qəhvədən danışacağıq. Bəli, Zərifə xanım, bugün siz kapuçino, mən isə türk qəhvəsi içə-içə qəhvənin tarixçəsindən danışacağıq. Rəna xanım, hər bir Azərbaycanlıya verilən bir sual vermək istəyirəm sizə. Qəhvə yoxsa çay? Qəhvə. Düzdür, amma çayı daha çox içirəm, nə ki qəhvəni, amma səhərləri mütləq ki qəhvə ilə açmalıyam. Siz səhərimi qəhvə olmasa aşa bilmirəm deyən insanlardansınız. Çünki çox iş adamları təbii ki yorğun olur və səhər belə gözəl əhval-ruhiyyə ilə işçilərin qarşısına çıxmaq üçün və özümü daha belə nətər deyim, enerjili hiss etmək üçün nə edirəm? Səhərlər qəhvə içirəm təbii ki. Bugün isə Zərifə xanım bizim süfrəmizin üstündə nələr var? Türk qəhvəsi, mən kapuçino içirəm. Kapuçino, bəli, və şokoladlarımız var, qəhvə içkili şokoladlarımız var. Bunları hamısını biz bugün sizlə dadacağıq. Amma izləyicilərimizə də bir tövsiyəm var. Onu da qeyd etmək istəyirəm ki, Xonça Şirniyyat evində menümüzdə çeşid qəhvələrimiz var. Gəlsinlər, buyursunlar, birlikdə qəhvə içək və Xonçadan söhbətlər edək. Bəli, qəhvə başqa qidalarla fərqli olaraq belə çox dərin bir tarixi yoxdur. Amma onu da qeyd etmək istəyirəm ki, ticarət bazarında neftdən sonra ikinci yer tutur. Həkimlərin şahzadəsi İbn Sina, Qərbdə Avicenna kimi tanınmış alim, hələ 1000-ci ildə qəhvə ilə tanış olmuşdur və bu haqda məlumat vermişdir. Və Efiopiyadakı adı ilə də buna deyə tanınır. Bəli, qəhvə sözü ərəb dilindən qahvah deməkdir və mənası iştah kəsən və keyf verən bir içkidir. Venesiyalı tacirlər ona kaffe deyirlər, ingilislər kofe, türklər isə qəhvə deyirlər, biz isə qəhvə deyirik. Qəhvənin tarixi Efiopiyanın vəhşi dağlarından başlayır, Osmanlı saraylarına, oradan isə modern dünyamızın əvvəlsiz səhər içkisinə mükəmməl bir səyahətdir. Qeyd etdiyim kimi qəhvənin tam təsdiqlənmiş bir tarixi yoxdur. Amma mən isə sizə bugün ən rast gələn bir versiya danışacağım. O da Antonio Naure'nin kitabında ən qeyd etdiyim kimi rast gələn bir versiyadır və bu bağlıdır keçi çobanının Kaldi adlı bir çobanla. Demək, Kaffa bölgəsində bir çoban olur dediyim kimi və o keçiləri otaranda onun diqqətini bir şey çəkir ki, heyvanlar qırmızı bir bitki yeyəndən sonra Zərifə xanım inanılmaz bir enerjiyə malik olurlar və gecə boyu yatmırlar. Və bu çobanda çox suallar doğurur. Bu bitkini götürüb dərvişin yanına yollanır. Dərvişə başa salır, göstərir və bir məlumat almaq istəyir. Bunu eşidən bir dərviş qəzəblənir və bitkiləri tonqala atır. Bir qısa sürədən sonra təbii ki, tonqaldan bir valeh edici qoxular yüksəlir. Və bu qovrulmuş deyimmi, yanmış paxlaları, qəhvənin paxlalarını su ilə qarışdırıb, qaynadıb içir. Və deyə bilərik ki, ilk qəhvənin içkisi, bəli, bəs buradan belə yaranır. Bu zamandan sonra insanlar başladılar bu bitkini yuxarı Misir və Liviyadan, hətta uzaq ölkələrdən bu bitkini aparmağa. Və təbii ki, yol uzun olur, yorucu olur və bu uzun yolda ərəb tacirləri və səyyahlar nə edirlər? Götürürlər, demək, heyvanın iç piyinə üyüdülmüş qəhvə qatırlar Zərifə xanım. Həm yuxusuzluğa görə, həm də enerji üçün. Bəli, üyüdülmüş qəhvə, yəni doğranmış qəhvə. Təbii ki, uzun bir yolda çörəyin üzərinə sürtüb bunu yeyirdilər. Siz dediyiniz kimi toxluq gətirir və sonradan qəhvə gedir, Yəmənə çıxır, çatır və orada da qəhvəni indi biz necə istifadə ediriksə, necə işlədiriksə, üyüdülmüş şəkildə onlar da elə işlədirdilər.
Və qeyd etdiyim kimi dərvişlərə qəhvə içkisi mükəmməl bir tapıntı idi Zərifə xanım. Çünki qəhvə onlara imkan yaradırdı. Gecələr yatmırlar, çünki yuxuları gəlmir, səhərə qədər zikr edirdilər. Və o dövrlərdə Mokka limanı dünyanın ən böyük qəhvə ticarətinin bazarına çevrilir. Və Mokka qəhvəsinin adı da məhz o limandan gəlir. Və onu da qeyd etmək istəyirəm ki, ağacları, qəhvə ağaclarını Efiopiyadan satmaq və çıxartmaq çox böyük bir qadağa idi. İcazə vermirdilər. Sadəcə qəhvə paxlalarını, yəni dənəcikləri qovrulmuş şəkildə çıxardıb sata bilərdilər. Başqa yerlərdə yetişdirilməsin deyənə. Qəhvənin qızıl dövrü Osmanlı, Yəmənin və ətrafda olan dövlətlərin fəthi ilə başlayır. Və biz deyə bilərik ki, 1538-ci ildə qəhvənin tarixi bir mədəni inqilaba çevrilir. Və burada türklərin əvəzsiz bir rolu var. Türklər başqa dövlətlərdən fərqli olaraq bu qəhvəni hazırlamağın özlərinin bir usulu olur. Və bununla Türk qəhvəsi ortaya çıxır. Xüsusi usulla hazırlayırlar. Biz də hələ də indiyə qədər də elə istifadə edirik. Onlar nə edirdilər? İncə qəhvənin dənəcikləri üyüdüb, köpüklə cəzbədə hazırlayırlar. Və ruslar da cəzvəni hələ də turk adlandırırlar. Bir belə deyim var. Fala inanma, faldan da qalma. Yəni bununla da demək qəhvəni içəndən sonra qəhvənin qalıq dənəciklərdən biz nə edə bilirik? Gələcəyimizi öyrənə bilirik. Bu da nə deməkdir? İnsanların qəhvəyə nə qədər yüksək bir dəyər verdiyini göstərirlər. Hətta bir deyim də var. Zərifə xanım da onu bilir. Bir fincan qəhvə 40 il xətri var. Görün nə qədər yüksək dəyərdir həm bu içkiyə, həm də dostluğa. Rəna xanım, biz iki ensiklopediya yazarı bilirik, hansı ki, həm də çox böyük qəhvə azərkeşlərdirlər, Diderot və Alembert. Bu insanlar Odisseyada qəhvəyə vurğu edilən bir pasaj haqqında danışırlar. Olduğu kimi oxumaq istəyirəm. Odisseyanın 4-cü kitabında pasajda belə deyilir. Misirli bir qadın olan Polidamna Troyalı Helenə bəzi toxumlar verir. Şərabların qarışdırıldığı kasaya kədər və nifrətin acısını dindirən və bütün kədərli xatirələri silmə gücünə malik bir dərman qoydu. Bu məlhəmi şərabla içən bir kimsə o gün bir damla göz yaşı tökə bilmədi. Bəli, Zərifə, bəzi məlumatlar məni də şok edir. Bilindiyi kimi, Helen'in ailəsi Misir fironlarla ticari bir əlaqələri olub və ola bilsin ki, Helen də qəhvə içkisininlə artıq tanış idi. Qəhvə içkisi qeyd etdiyim kimi təkcə insana əhval-ruhiyyə deyil, hətta bir doz kafein insanın göz bəzlərini qurudur. Rəna xanım, Möhtəşəm Yüzyıl serialını izləmisiniz yəqin ki. Ən sevdiyim seriallardan biri idi. Orada Türk qəhvəsi ilə bağlı bir səhnə var, hətta səhv eləmirəmsə son sezondadır. Hatırlayırsınız? Bəli, bəli. Mən də o seriala baxanda məhz o bölüm çox diqqətimi çəkdi. Qeyd etdiyim kimi, böyük türklər bu acı içkiyə çox bir böyük önəm verdilər. Pərəstişkarı idilər deyək. Bəli, və Sultan Süleyman bunu dadarkən yenə də bunlar bir dilemada qaldılar. Çünki qeyd etdiyimiz kimi dəfələrcə burada qəhvə insanın əhval-ruhiyyəsinə təsir edir, yuxusuzluq gətirir. Ona görə də bunlar bir dilemada qaldılar. Caizdirmi, caiz deyil. Amma xoşbəxtlikdən təbii ki, bu bir müsbət bir cavab alınır və biz də bunu serialda izləyirik. Sultan Süleymanın haremi və ya onun ailəsi bu içkini çox sevirdi və onu biraz acı olduğu üçün təbii ki, lukumla içirdilər. Dadlandırmaq üçün, təbii ki. Və hər kəsin orada ürəyini bu içki fəth etdi. Çox sevindirici haldır, Zərifə xanım ki, qəhvə qısa bir zamanda
hətta xalqa da əl çatan olur. Və 1544-cü ildə Taxtakaledə ilk kahvanələr açılır. Yəni indiki coffee shopların ilk prototipi deyə bilərik. Prototipi versiyası açılır və o gündən də o məkan təkcə kişilərin gündəlik söhbətləri üçün deyil, həm də ziyalılar ora yığılır və bu məkan dini və siyasi söhbətlərə, məkanına çevrilir. Və ondan sonra təəssüflər olsun ki, qəhvənin tarixi biraz çətin olur və ara-sıra qadağalar qoyulur və ən ağırı 4-cü Muradın vaxtına gəlir, düşür. Qəhvə içənləri və o məkana gedənləri nə edirlər? Edam edirdilər. Amma xoşbəxtlikdən 1-ci İbrahim gələndən sonra bu qadağalar qoyulur. Amma onu da deyim ki, xalq canı bahasına da olsa bu içkini içməkdən heç bir zaman imtina etmir. Əsrlərdə dəyişməyən bir şeydir anladığım qədərilə insanların qəhvə sevgisi. Bəli, o qədər sevib bəyəniblər ki, yenə qeyd etdiyim kimi, ölüm də bunları qorxutmayır. Sonra nə olur? Təbii ki, Osmanlıdan Avropaya yayılma tarixi olur. Amma buna keçmədən əvvəl bir-iki faktla sizlə bölüşmək istəyirəm. Təbii ki, qəhvə Avropada digər qidalar kimi belə tez məşhur olmur. Niyə Zərifə xanım? Türkləri sevmədikləri və qorxduqları üçün Türk zəhəri həm də şeytan içkisi adlandırırlar. Amma bu nə vaxt dəyişilir? Roma papası 8-ci Klementin dövrü ilə. O bu qəhvənin dadır və nə deyir? Bu içkini təkcə türklərə buraxmaq lazım deyil, günah olar. Hətta onu vəftiz etmək lazımdır. Vəftiz deyəndə də nəzərdə tutduğumuz müqəddəs su ilə insanların xristianlığa dəvət olunduğu ilk ayindir, təbii ki. Bəli, və bu dövrdən qəhvə Avropaya da yayılmağa başlayır. Amma yenə də qeyd etdiyim kimi, ən böyük onun bir rollarından biri və bəyəndiyi dindarlar üçün nə idi? Yuxusuzluq gətirirdi və onlar gecə boyu ibadət edə bilirdilər. Rəna xanım, elmi baxımdan isə Prospero Alpini deyə bir elmi xadim var, İtalyan. Onun adı ilə bağlıdır insanlara tanıdılması qəhvənin. Hətta Misirə səyahəti olur. Bu Misir səyahətindən də çox maraqlı məlumatlar gəlib çıxıb bizə. Bəli, təəssüflər olsun ki, bu insan demək olar ki, qəhvənin bir pasportunu icad eləyir. Amma adı qəhvə ilə çox yerdə nətər deyim, hallanırmır, eləmir, bəli. Və 1580-ci ildə bu bir kitab buraxır, harada ki, qəhvə haqqında, bitki haqqında məlumatlar verir. Türklər və Venesiyalılar qəhvəni daha çox ticari ilə məşğul olurdular. İnsanlara içki kimi təqdim edirdilər, bildirirdilər, sevdirirdilər. Bəli. Prospero isə onu elmi ədəbiyyata qazandırır. Təqribən 1615-ci illərdən sonra isə qəhvə ticarətinə ən hakim Avropalılar Venesiyalı tacirlərdirlər. Artıq o zamanlardan sonra Avropalılar bu içkiyə artıq türk zəhəri kimi deyil, ya şeytan içkisi kimi deyil, bir egzotik bitki və müalicəvi bir bitki kimi baxmağa başladılar. Avropalılar çayı qəhvədən daha çox sevirdilər və gündəlik daha çox istifadə edirdilər. Amma İtalyanlar artıq bu qəhvəni sevdilər və ən az türklər qədər sevdilər və ikinci vətəni də artıq sayıla bilər. Rəna xanım, türklərin qəhvə sevgisi barədə hətta Aleksandr Duma özünün Mətbəxin lüğəti kitabında da yazıb. Bu pasajı sizlər üçün oxumaq istəyirəm. Konstantinopolisdə, yəni İstanbulda qəhvə həssi o qədər yayılmışdı ki, məscid mollaları məscidlərin boş, kafanələrin isə hər zaman dolu olmağına şikayət edirdilər. Türklər bunu çox sevirdilər öz içkiləri kimi qəhvəni. Bu Osmanlı sarayından Avropa mətbəxinə necə keçdi bəs? Bu yazılanlar təkcə İstanbula aid deyil. Hətta Məkkə, Mədinə, Şam, Bağdad, Qahirə hətta bəli və bütün İslam dünyasına aiddir. Çünki onlar artıq qəhvəsiz söhbət etmirdilər. Hekayənin əsas bölümünü gələn verilişdə danışacağım. Amma indi isə qəhvəni hazırlayın və bizi gözləyin.